Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Allahümme veffikna bittefahhum ve tefhim. Dünən keçdik məbni isimlərdən, dedik ki, zəmirlərdir və zəmirlər ya mütəkəllim üçün olar, ya müxatəb üçün olar, ya da qaib siğələri üçün olar. Yəni 14 cür zəmirimiz var. Və dedik ki, bu zəmirlər ya münfəsil olar, ya müttəsil olar. Və eyni zamanda dedik, bu müttəsil və münfəsil zəmirlər 5 qismdir. Zəmir müttəsil həm mərfu olar, həm mənsub olar, həm məcrur olar. Zəmir münfəsil isə mərfu olar, mənsub olar, amma məcrur olmaz. Və gəldik, yetişdik o yerə ki, deyir ki, Cənab Şeyx, la yəsuğul munfəsil illa li təəzzüril muttəsil. Caiz deyil, la yəsuğu, yəni caiz deyil, la yəsuğul munfəsil, yəni münfəsil zəmirdən istifadə etmək icazəli deyil, illa li təəzzüril muttəsil. Məgər bu iki müttəsil zəmirdən istifadə etməkdə üzürlü olasan. Yəni müttəsil zəmiri gətirə bilməyəsən. İndi burada qeyd eləməyib, mən fəqət sənə 4 dənə yeri deyəcəm ki, o 4 yerdə müttəsil zəmirdən istifadə eləmək olmaz. Birincisi, zəmir əgər ibtidaiyyət daşıyarsa, yəni amil-i mənəvisi olarsa, yəni zəmir mübtəda mövqeyində qərar taparsa. Mübtəda mövqeyində qərar taparsa, zəmir müttəsildən istifadə eləyə bilmərik ki, ya deyəcək huvə, ya deyəcək ənə, ya deyəcək nəhnu, aydındır. Məsələn, ənənin zəmir müttəsili nədir? Ənənin zəmir müttəsili için feilin özüdür. Hə? Ya. Yəni, biz deyirik ya, məsələn, kitabi, mənim kitabım. Zəmir müttəsildir də. Amma zəmir munfəsili nədir? Ənə. Hə? Biz y hərfini gəlib ibtidada işlədə bilmərik ki, mübtəda kimi. Gərək ənə gərək işlədək. Nəhnunun zəmir muttəsili nədir? Nəhnunun zəmir muttəsili na. Məsələn, zərəbna. Hə? Nanı biz gətirib ibtidada işlədə bilmərik ki, gərək nəhnu işlədək də. Nəhnu, məsələn, filan şey. Hə? Əgər ibtidaiyyət mövqeyində qərar taparsa, yəni zəmirin amili mənəvi olarsa, yəni mübtəda olarsa, o halda gərəkdir ki, biz zəmirin münfəsildən istifadə edək. Yəni üzürlüyük. Zəmir muttəsildən, əgər zəmir mübtəda yerində qərar taparsa. Bu bir. İkincisi, əgər illadan sonra vaqe olarsa, zəmir illadan sonra vaqe olarsa. Məsələn, illakə deyə bilmərik ki, illahu deyə bilmərik ki. Məsələn, deyirik ki, ma nəsrun illa əntə. Belə deyə bilərik. Kömək yoxdur, məgər səndən. Yəni, ancaq sən mənə kömək eləyə bilərsən. Aydındır? İlla əntə. Və yaxud da, məsələn, illa əntum. Yəni, illadan sonra vaqe olan zəmir gərəkdir zəmirin münfəsil olsun. Zəmir muttəsil heç vaxt olmaz. Çünki illaya biz zəmir muttəsili birləşdirə bilmərik ki, illa na deyə bilmərik ki, və yaxud da illa yə deyə bilmərik ki, illa ənə deyə bilərik, və yaxud da illa nəhnu deyə bilərik, ya illa əntum və yaxud da illa ənti, ya illa əntə, yəni bu cür gətirib işlədə bilərik. Bu iki. Üçüncüsü budur ki, öz amilindən qabağa düşə. Zəmir öz amilindən qabağa düşə. Biz keçmişdik, keçən dərslərimizdə və hidayədə də keçmişik bunu.
məf'ul heç bir zaman öz amilindən qabağa düşməz. Yəni məf'ul demişdik ki, feildən qabağa düşməz. Düzdür? Fəqət məf'ul iki halda eləyə bilər, nə olsun, öz feilindən qabağa düşsün. Biri də həsr idi. Həsr üçün ola. Yəni yalnız və yalnız mənası verə. Məsələn, biz də necə ki deyirik, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Yalnız və yalnız sənə ibadət eləyirəm və yalnız səndən kömək tələb eləyirəm. Məsələn, deyə bilərdin, nə'budukə və nəstə'inukə deyə bilərdin. Amma bu həsr mənası verməyəcək. Zəmir məf'ul həsr mənası versin deyənə amilindən qabağa keçdi. Burada qabağa keçən nədir? İyyəkə. İyyəkə zəmirdir də, düzdür? Bu zəmiri munfəsildir. Deyə bilməzsən ki, kə nə'budukə. Kə nə'budu. Kə nə'budu. Belə deyə bilməzsən ki, zəmiri muttəsili qabaqda deyə bilməzsən. Gərəkdir, əgər mə'mul öz amilindən qabağa düşürsə, yəni o mə'mul ki zəmirdir, öz amilindən qabağa düşürsə, zəmiri zəmir müttəsil kimi gətirməkdən üzürlük. Gərək zəmiri münfəsil gətirək. Məsələn, nə'budukənin mə'mulu nədir? Kaf. Nə'budu feil, faili ənə, nəhnu, içində müstətir, kə isə onun məf'ulu. İndi biz istəyirik bu kəni həsrlə deyək, yəni yalnız sənə deyək. Yalnız sənə demək üçün gərək biz onu zəmir münfəsillə, amilindən, feildən qabaq gətirək. Deyək, İyyəkə, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Aydındır? Burada zəmir ancaq münfəsil gətirmək üçün həsr kimi gətirək. Yox, həsrdə olur da, ancaq o amilindən qabağa keçmək. Yəni, məf'ulluq zəmiri amilindən qabağa keçməz ki. Heç bir zaman məf'ul öz amilindən qabağa keçməz. İki yerdə məf'ul öz amilindən qabağa keçər. Biri həsr üçün ola, biri də ki, budur ki, məf'ul elə bir şey ola ki, sədarət tələb olsun. Məsələn, kəyfə kimi. Kəyfə kimi. O keçmişdi ya, Səmədiyyədə də keçdi, Hidayədə də keçmişdi bunu. Ya məf'ul sədarət tələb olsun, amilindən qabağa keçər, ya da həsr üçün olsun, qabağa keçər. İndi məf'ulumuz zəmirdir. Məf'ulumuz zəmirdir. Məsələn, nə'budukə. Zəmirdir də, kaf. Məf'uldur da. İndi biz istəyirik ki, bu məf'ulu həsr üçün eləyək. Yəni, yalnız sənə ibadət eləyirəm deyək. Deyənməli ki, kə nə'budu. Çünki kaf müttəsildir, zəmiri müttəsildir, düzdür? Onda nə cür deyəcək? Zəmiri müttəsili ibtidada deyə bilmədiyimizə görə, ona görə məcburuq ki, o kafı zəmiri münfəsil kimi gətirək, İyyəkə deyək. Aydındır? Bu üçüncü yerdir. Yəni birinci yer, yəni zəmir müttəsildən üzürlük, zəmir müttəsil işlədə bilmərik, gərək zəmir münfəsil gətirək. Birinci yer odur ki, zəmir mübtəda yerində vaqe ola. İkinci yer odur ki, illadan sonra vaqe olan zəmir. Zəmir müttəsil ola bilməz olsun, gərək zəmir münfəsil olsun. Üçüncü budur ki, öz amilindən qabağa keçə, həsr üçün ola. Həsr üçün ola, onda zəmir müttəsil gətirə bilmərik. Gərək də zəmiri münfəsil gətirək. Aydın? Dördüncüsü də amili həsf olunmuş ola. Zəmirin amili həsf olunmuş ola. Məsələn, deyirsən ki, İyyəkə vəl əsəd. Məsələn, yazın bir dənə bax gəlin bura. Bunları yadında saxla. Bax. Birincisi, yəni o yerlərdə ki, zəmir münfəsil gətirəcək, müttəsil gətirə bilmərik. Zəmir bərayi amili mənəvi. Zəmir bərayi amili mənəvi, yəni ibtidaiyyət. İbtidaiyyət, yəni mübtəda yerində vaqe ola. Məsələn, huvə zeydun.
Huvə Zeydun. Zeydun. Deyənməli ki, hu Zeydun. Huvə deyəcəyik də burada. Hu zəmiri müttəsildir. Hunu biz ibtidada gətirə bilmərik. Huvə Zeydun deyəcəyik. Aydındır. İkincisi nədir? İkincisi budur ki, illadan sonra vaqe olar. Bə'dəz illa vaqe şəvət. Vaqe şəvət. İlladan sonra vaqe olsa, zəmir müttəsil gətirə bilmərik. Məsələn, ma nəsrun illa əntə. İlla əntə. Əntənin zəmir müttəsili nədir? Tə. Hə? Zəmir müttəsili tədir. Deyənməli ki, ma nəsrun illa tə. İlla tə deyənməli, illa kə. İlla kə deyənməli ki, illa kə deyənməli, zəmir müttəsili kafdır. İlla kə deyənməli, ma nəsrun illa kə. Belə deyənməli. Çün zəmir müttəsil illaya birləşməz. Zəmir müttəsili illaya biz birləşdirə bilmərik. Ona görə gərəkdir ki, kafın zəmir müttəsilin əntəlini gətirək. Aydındır. İlladan sonra. Üçüncüsü. Əz amili xudəş müqəddəm başət. Müqəddəm başət və həsr üçün olar. Belə yazım da. Məsələn, İyyəkə na'budu. İyyəkə na'budu. İndi İyyəkənin na'budu. İyyəkənin zəmiri müttəsili nədir? Kaf. Hə, kə. Deyənməli ki, kə na'budu. Kə na'budu söz olmur. Hə? Gərəkdir deyək ki, İyyəkə na'budu. Aydındır? Dördüncüsü budur ki, amili zəmir həzf şəvət. Həzf şəvət. Zəmirin amili həzf ola. Zəmirin amili həzf ola, yəni nə mənə? Məsələn, deyirsən ki, İyyəkə vəl əsəd. İyyəkə vəl əsəd. Bu feili təhzirdədir. Keçmişdir hidayədə. Feili təhzirdə. Yəni qorxu üçün, çəkindirmək üçün. Məsələn, elə bil ki, belə deyirsən. Uhəzzirukə vəl əsəd. Səni çəkindirirəm şirdən. Yəni, səni şirdən ehtiyatlı ol. Bu uhəzzirukə həsf olunur, kaf qalır ortada. Uhəzziru həsf olunur, kaf qalır ortada. Kə vəl əsəd deyə bilməzsən ki, deyəcəksən İyyəkə vəl əsəd. Aydındır? Amili həsf olduğuna görə kaf qalır ortada, donma girinci. Yəni, nəyəsə birləşə bilməz axı kaf. Boş-boşuna qalır ortada. Ona görə də kafın zəmir münfəsili nədir? İyyəkə. İyyəkə vəl əsəd. Belə gətirdi. Aydındır? Bu 4 yerdə fəqət nə olacaq? Zəmir müttəsildən məzuruq, zəmir münfəsili gətirəcək. Aydındır? Bu. Deyir ki, və la yəsuğul münfəsil illa li təəzzuril müttəsil. Caiz deyil zəmir münfəsil gətirmək, məgər bu iki zəmir müttəsili gətirmək mahal ola. Yəni, zəmir müttəsili gətirmək mahal olsa, üzürlü olsa, o zaman zəmir münfəsildən istifadə edəcək. Və illa hər yerdə zəmir müttəsildir. Fəqət bu 4 yerdə, yəni əgər zəmir ibtidaiyyətdə qərar taparsa, ya illadan sonra vaqe olarsa, ya öz amilindən qabağa çıxarsa və yaxud da amili həsf olarsa, bu halətlərdə zəmir münfəsilə ehtiyacımız olacaq. Aydındır 4 yerdə. İndi burada 4 yeri mən deyirəm. İndi gələcəkdə məsələn Süyütidə və yaxud da digər kitablarda mütəvvəldə inşallah Allah qismət eləsə keçəcək. Bir neçə yer yəni zikr eləyib orada. Fəqət mənim yadımda olan bunlardır. 4 yeridir. Hə, xub. Və əntə fihai səlnihi və şibhihi. Və sən səlnihinin
və onun oxşarının hasında ixtiyar sahibisən. Səlnihi nədir? Səlnihi feil, fail, iki dənə məf'ulu var. Ya nun vüqayə, ya mütəkəllim, məf'ulu əvvəl, hu isə məf'ulu dovvum. Səlnihi, yəni sual et. Sən sual et məndən onu. Yəni soruş məndən onu. Məndən də məf'uldur, onu da məf'uldur. Sən isə failsən. Yəni iki məf'ullu feildir. Səlnihi. Deyir ki, sən bu səlnihinin axırındakı hu var, zəmir-i muttasil. Sən orada ixtiyar sahibisən. Sən onu həm səlnihi oxuya bilərsən, həm də səlni iyyahu oxuya bilərsən. Həm zəmir-i muttasil kimi gətirə bilərsən, həm də zəmir-i munfəsil kimi gətirə bilərsən. Məsələn, deyir ki, səlnihi. Səlnihi. Səlnihi bu feil. Feil əmr. Səl. Kökü. Səl. Səl yəni əntə. Əntə səl. Yəni sən soruş. Faili əntədir. Nun nədir? Nun vüqayə. Nunu vüqayə. Bəs bu yey nədir? Yey mütəkəllim. Yay mütəkəllim. Yay mütəkəllim. Yay mütəkəllim. Həm də məf'ul-i əvvəl. Məf'ul-i əvvəl. Bəs bu hu nədir? Hu məf'ul-i dovvum. Məf'ul-i dovvum. Yəni şibhihi, səlnihinin və onun bənzərinin mislində olanların hasında, yəni ikinci məf'ulunda, hasında deməkdən məqsədi, yəni ikinci məf'ulunda ixtiyar sahibisən. İstəyirsən onu zəmir muttasil kimi oxuyarsan, səlnihi, və yaxud da oxuyacaqsan belə. Adı iki məf'ullarda olur. Bəli, iki məf'ullu feillərdə. Ya da oxuyacaqsan belə. Səlni iyyahu. İyyahu. Təcziyə tərkib baxımından eynidir. Feil, fail, nun vüqayə, yay mütəkəllim birinci məf'ul, iyyahu ikinci məf'ul. Ya sən bunu səlni iyyahu oxuyacaqsan, ya da səlnihi. Səlnihi. Yəni elə bu cürə. İkisi də eyni təcziyə tərkibdir. Səndən soruşsalar ki, niyə görə səlni iyyahu və yaxud da səlnihi? Niyə görə ixtiyar sahibisən? Deyəcəksən, iki məf'ullularda, iki məf'ullu feillərdə, ətəytu və kəsəvtu babından olanlarda. İki məf'ullu feillərdə, iki məf'ul, əlimtu, ələmtuya aiddir ha bu. Əlimtu, ələmtu, zənəmtu, bunlar hamısı iki məf'ulludur. Bu, kəsəvtu və ətəytu babına aiddir. Niyə? Onu da deyəcəm. Əvvəl buna qulaq as. Deyəcəksən ki, iki məf'ullu feillərdə əgər ikinci məf'ul zəmirdirsə, sən onun ikinci məf'ulunu həm zəmir müttəsil kimi oxuya bilərsən, həm də zəmir munfəsil kimi oxuya bilərsən. İxtiyar sahibisən. Aydındır? Bu, ətəytu və kəsəvtu babına aiddir. İndi bəs niyə görə dedim ki, mən əlimtu babına aid deyil, ətəytu babına aiddir. İkisi də iki məf'ullu deyil. İkisi də iki məf'ulludur. İndi mən sənə sual verirəm. Görüm yadında qalıb yoxsa qalmayıb. Əlimtu ilə ətəytu babının arasında fərqi nə idi? Əm tapa bildin. Bir dənə yaduğa salın.
Bilirəm usta, sən indi deyəcəksən. Bilirəm, bilirsən. Ziyadvat sala bilmirsən. Əlimtu'la ətəytunun arasında çox kiçik bir dənə fərq var. Hər ikisi iki məf'ul Yox, götürür. qorb üçün belə bir şey. Necə? Qorb dillə nə dillə bir adı var idi. Yo. Qarışdırdım. Əlimtu da mübtəda xəbərin başına daxil olar. Mübtəda xəbərin başına daxil olar. Hər ikisi. Mübtəda xəbərin başına daxil olar. Mübtədanı özü üçün birinci məf'ul, xəbəri özü üçün ikinci məf'ul götürər. Əlimtuda mübtədanla xəbər ikisi bir şeydir. Məsələn, Zeydun alim. Zeyd alimdir. Alim Zeyddir, Zeyd alimdir. İkisi bir şeydir. Bəli. Başqa şeylər deyil ki. Bəli. Amma ətəytuda deyirsən ki, ətəytu Zeydən dirhəmən. Bəli. Zeydə dirhəmi əta elədim. Məf'ul dirhəm Zeyddir. Xeyr. Zeyd dirhəm deyil ki. Xeyr. Amma əlimtuda alim Zeyddir, Zeyd də alimdir. İkisi bir şeydir. İki məf'ul, ikisi bir şeydir. Amma ətəytuda iki məf'ul, ikisi bir şey deyil. O iki məf'ullu feillərə aiddir ki bu. Orada birinci məf'ulla ikinci məf'ul başqa şeylər olsun. Aydındır? Ətəytu kimi. Ətəytu və kəsəvtu kimi. Aydındır? Yəni bu əlimtu babına aid deyil. Fəqət ətəytu babına aiddir ki, birinci məf'ulla ikinci məf'ul ayrı bir şeylər olsun. Aydındır? Tamam. Deyir ki, və əntə fiha səlnihi və şibhihi bil xiyar. Deyir ki, sən səlnihinin və şibhi səlnihinin, yəni səlnihiyə oxşar feilin hasında, yəni ikinci məf'ulunda, yəni zəmirin müttəsilində ixtiyar sahibisən, yəni xiyar yığırsan, bil xiyar yığırsan, ixtiyar sahibisən. Yəni istəyirsən zəmiri müttəsil kimi oxuya bilərsən, istəyirsən zəmiri münfəsil kimi oxuya bilərsən. Aydındır? Bu. Məsələtun. Bir dənə məsələ var. Yəni ha-huna məsələtun. Burada elə bir ki, ha-huna məsələn buradan həsf olunub. Ha-huna məsələtun. Burada bir dənə məsələ var. Və qəd yətəqəddəmu aləl cümləti zəmirun qaybun müfəssərun biha. Zəmirun qaybun müfəssərun biha. Deyir, qahən görərsən ki, bir dənə cümlədən qabaq və qəd yətəqəddəmu aləl cümlə. Bəzən görərsən ki, cümlədən qabaq bir dənə zəmir qayib gəlib, məsələn, huvə. Bir dənə cümlədir, cümlədən qabaq bir dənə huvə gəlib. Zəmir qayib gəlib, özdə nədir? Müfəssərun biha. Təfsir olunub, həmin o zəmir təfsir olunub, yəni izah verilib, tozih verilib, bihanın hasını qaytıracaqsan cümləyə. Özündən sonra gələn cümlə ilə. Biz nə keçmişdik? Biz keçmişdik ki, zəmirin mərcəyi həmişə özündən qabağadır. Özündən qabağa olar. Özündən sonraya qayıtmaz ki. Amma burada deyir ki, bir dənə zəmir qayib gələr. Zəmir qayibdən sonra bir dənə cümlə gələr. O cümlə təfsir eləyər həmin bu zəmiri. Zəmirin qayıdışı hara oldu? Özündən sonraya. Biz demişdik, zəmir özündən qabağa qayıdar. Məsələn, deyirik ki, Zeydun zərəbtuhu. Zeydun zərəbtuhu. Hu hara qayıdır? Zeydə. Özündən qabağa qayıtdı da, düzdür? Amma burada deyir ki, bir dənə zəmir qayib gəlir. Zəmir qayibdən sonra bir dənə cümlə gəlir. Sonra bir dənə cümlə gəlir. Həmin o cümlə zəmir qaybi neynir? Təfsir edir. Zəmir hara qayıtdı? Özündən sonraya. Özündən qabağa qayıtmalıydı axı. Özündən sonraya qayıtdı. Bu zəmirə nə deyərlər? Bu zəmirə deyərlər zəmirul şən və yaxud da zəmirul qissə. Aydındır? Zəmir-i şən deyəcəklər və yaxud da zəmir-i qissə. Məsələn, deyirsən ki, qul huvəllahu əhəd. Qul huvəllahu əhəd. Yazın. Hidayədə keçmişik. Bəli, hidayədə keçmişik. Zəmir-i şən. Məsələn, deyirsən ki, qul huvəllahu
Huvallahu ahadun. Ahadun. Qul fil fail. Cümlə bütövlüyü ilə onun məf'ulu. Qulun məf'ulu. Hə? Bəli. Huvə nədir? Zəmirdir. Hə? Nə zəmir? Hara qayıdır bu? Özündən qabağa qayıtmalıdır da. Amma özündən qabağa mərcəyi yoxdur. Buna deyəcək zəmiru şəndir. Əgər zəmiru şəndirsə özündən sonra bir dənə cümlə gəlməlidir, onu təfsir eləyən. Yəni onu izah verən. Qul deginən o. O nə? Allahu əhəd. Vahid olan Allahdır. Yeganə olan, tənha olan Allahdır. Hə? Onu təfsir verdi Allahu əhəd. Huvə zəmiru şəndir. Allahu əhədun isə müfəssirdir. Bu həmin zəmiri. Allahu mübtəda, əhədun onun xəbəri. Aydındır? Bu cürə təcziyə tərkib edəcəksən. Buna deyirlər zəmiru şən. Və qəd yətəqəddəmu aləl cümləti zəmirun qaibun müfəssərun biha. Deyir, qahən müqəddəm olar bir cümləyə, yəni bir cümlədən qabaq gələr. Bir dənə qaibli zəmiri ki, o qaibli zəmiri təfsir olunur biha, yəni o cümlənin vasitəsilə. Aydındır? Yüsəmma zəmirə şən vəl qissəti. Adlanar zəmiri şən və yaxud da zəmiri qissə. Aydındır? Və yəhsunu tə'nisuhu inkanəl müənnəs fiha umdətun. Hə. Deyir ki, yaxşı olar. Yəhsunu, yəni yaxşı olar, müstəhəbb olar. Yəhsunu tə'nisuhu inkanəl müənnəs. Hə. Deyir, yəhsunu tə'nisuhu inkanəl müənnəs fiha umdətən. Deyir ki, yaxşı olar ki, həmin o zəmiri şən müənnəs olsun, yəni huvə yox, hiyə. Hiyə olsun. Nə zaman? İnkanəl müənnəs fiha umdətən. Yəni cümlənin rükünü fihadakı ha qaydacaq cümləyə. Yəni o zəmirdən sonra gələn cümlənin rükünü müənnəs olsun. Yəni belə deyək də cümlənin cümlənin əsası nə olsun? Müənnəs olsun. Umdəmiz neçədə nədir? Umdə-i kəlam neçədə nədir? Yəni rüknü kəlam. 4 dənə. 4 dənə. Feildir. Ya feildir. Umdə-i kəlam. Ya faildir. Ya mübtədadır, ya da xəbərdir. Aydındır? Yəni ki, bu 4 dənə şeydən biri nə olsun? Müənnəs olsun. Rüknü kəlam. Ya feil müənnəs feil olsun, ya faili müənnəs olsun. Hə? Ya mübtəda müənnəs olsun, ya xəbəri müənnəs olsun. O zaman əgər bu cümlə hər hansısa bir zəmiri təfsir eləyirsə, gərək o zəmir özü nə olsun? Müənnəs olsun. Zəmir-i şən gərək müənnəs olsun. Aydındır? Deyir, və yəhsunu tə'nisuhu, yaxşı olar, müstəhəbb olar ki, o zəmir-i şənin müənnəs olması, inkanəl müənnəs fiha, əgər müənnəs o cümlədə ola umdətən, yəni umdə-i cümlə. Yəni umdə, yəni rüknü cümlə ola. Aydındır? Və qəd yüstətəru və qahən olar ki, müstətir olar. Yəni zəmir-i şən müstətir olar, gizlində olar. Və la yə'məl fihi illəl ibtida av nəvasixuhu. Onda əməl eləməz, yəni huvədə əməl eləməz, yəni müstətir olan huvədə əməl eləməz. Məgər ibtidaiyyət, yəni mübtədalıq, ya da nəvasixuhu və yaxud da zəmirin nəvasixi. Nəvasixlər məsələn, innə, ənnə, nəvasixlərə aiddir də bunlar. O əməl eləyər. Və la yüsənnə və la yücmə və la yüfəssər bimufrədin. Deyir ki, zəmir-i şən nə təsniyəsi olmaz. Məsələn, humaya zəmir-i şən demək olmaz. Huma zəmir-i şən demək olmaz. Zəmir-i şən həmişə müfrəd olacaq. Huvə və yaxud da hiyə. Aydındır? Deyir ki, və la yüsənnə və la yücmə, nə müsənna olmaz, nə cəmi olmaz. Və la yüfəssər bimufrədin və heç bir zamanda müfrədlə təfsir olunmaz. Həmişə özündən sonra gərək bir dənə cümlə olar. Müfrəd kəlmə onu təfsir eləməz. Aydındır? Əgər gördünüzsə ki, bir dənə huvə gəldi və yaxud da hiyə gəldi, ondan sonra bir dənə müfrəd kəlmə gəldi
və mərcəiyyəti də yoxdur zəmirin. Yəni sən bilginən ki, bu zəmiri şən deyil. Mübtəda xəbərdir. Aydındır. Bu mərcəiyyəti də var. Axtaracaqsan. Ya həsf olunub, ya nə isə. Aydındır. Və la yuttəbəu və heç bir zamanda təvabesi olmaz. Yəni zəmir-i şənin heç bir zaman təvabesi olmaz. Demək, zəmir-i şən digər zəmirlərdən neyindən seçildi? 1. Zəmir-i şən digər zəmirlərdən onu ilə seçildi ki, mərcəiyyəti özündən sonra olar. Yəni özündən sonra qaydar, özündən sonraya qaydar, özündən qabağa qayıtmaz. 2. Təsniyəsi olmaz. 3. Cəm bağlanmaz. 4. Müfrət kəlməylə təfsir olunmaz. 5. Təvabesi olmaz. Yəni ona təvabi gəlməz. Aydındır? Yəni bunları yadında saxla. Bunu bu mətləbin içindən çıxardacaqsan. Demək, zəmir-i şənin digər zəmirlərdən fərqi bu oldu ki, mərcəiyyəti özündən sonradır. İkincisi, müsənna olmaz. Üçüncüsü, cəm bağlanmaz. Dördüncüsü, demək, təvabesi olmaz. Beşincisi, müfrədlə də təfsir olunmaz. Aydındır? Bu. Nəhv, indi misallar vurur. Huvel əmiru rakibun. Huvel əmiru rakibun. Huvə zəmir-i şən, müzəkkərə misal vurub. Rokni kəlam müzəkkərdir. Huvə zəmir-i şəndir. Əl-əmiru mübtəda, rakibun onun xəbəri. Əl-əmiru rakibun müfəssirdir huvə üçün. Aydındır? İndi bax, müənnəsə misal vurur. Hiyə hindun kərimətun. Hiyə hindun kərimətun. Hiyə zəmiri şəndir və yaxud da zəmiri qissə. Yəni belə deyəcək. Hindun kərimətun mübtəda və xəbər. Hindun kərimətun bu rükn-i kəlam nədir? Rükn-i kəlam müənnəsdir. Hindun kərimətun. Cümlə özü məf'uldur da. Nəyə məf'uldur? Yox, mübtəda xəbər. Mübtəda. Hə, mübtəda xəbər. Nəyə məf'ul oldu? Yox, fikrim bilsən getdi. Qarışdırdım. Qoy. Hindun kərimətun rükn-i kəlam müənnəsdir. Hə? Ona görə hiyə gətirdi zəmir-i şəni. Aydındır? Bu hindun kərimətun müfəssirdir hiyə üçün. Aydındır? Hindi misal gətirir nəvasixə. İnnehu el-emiru rakibun. İnnehu el-emiru rakibun. İnne az hurufu müşəbbəhə bil fiil. Hərfi müşəbbəhə. Hə? Hu zəmiri şəndir. Hə? Zəmiri şəndir. Həm də ismi innədir. Aydındır? Əl-əmiru rakibun mübtəda və xəbər. Aydındır? Aydın olmadı. Bu və ismi innədir. Bəlidir, ismi innədir. Və zəmir-i şəndə həm də ismi innə. Nə oldu? Biz dedik axı burada bax, əvvəldə dedik ki, la ya'məlu fihi, yəni zəmir-i şəndə heç nə əməl eləməz, illa ibtida, ya ibtidaiyyət onda əməl eləyər, ya nəvasixuhu, ya da onun nəvasixi. Nəvasix, məsələn, innə nəvasixlərdəndir də, hə, ismin başına daxil olan. Burada deyirik ki, innəhu əl-əmiru rakibun. İnnə hərfi müşəbbəhə bil fiil. Hu zəmir-i şəndir. Həm də ismi innədir. Əl-əmiru rakibun. Bu xəbərdir innə üçün, hə? Həm də mübtəda xəbər özü ayrılıqda. Aydın? Və kanən nas sinifan. Və kanə əf'al naqisədir. Qahəndə dedik ki, zəmir-i şən nə olar? Müstətir olar. Yüstətər. Kanənin içində bir dənə huvə. Zəmir-i şən müstətirdir. Kanə, elə bir belə deyirsən. Kanə huvə ənnasu sinifan. Deyir ki, olar o, nə olar o? İnsanlar iki sinif. İki sinifə bölünərlər. Elə bir ki, ənnasu sinifan təfsir eləyir kanənin içindəki zəmir-i şəni. Aydındır? Bu. Faidətun, bir dənə faidə. Zəkərə bə'dul muhəqqiqin. Bura qədər qutardıq biz. Zəmir şəndən söhbətimiz qutardı. Bu tamam başqa bir mətləbdir. Zəkərə bə'dul muhəqqiqin. Udu zəmir ələl mütəəxxir
ləfzən və rütbətən. Deyir ki, zikr eləyib bəzi mühəqqiqlər, yəni təhqiqatçılar, bəzi nəhv alimləri, nəhv təhqiqatçıları zikr eləyiblər. Deyiblər ki, zəmir qayıdar, zəmirin mərcəyi olar, odur zəmir, ələl mütəəxxir ləfzən və rütbətən. Deyir ki, özündən sonra gələn ləfzə ki, özündən sonra gələn ləfzə ki, o ləfz özündən sonradır, həm ləfzən, həm də rütbətən. Məsələn, biz deyirik ki, bu ümumi bir qaydadır. Zəmirin ümumi bir qaydası. Bir dənə kənardan qulaq as, başa düşəcəksən. Zəmirin ümumi qaydası nədir? Zəmirin ümumi qaydası odur ki, həmişə mərcəyi özündən qabaqda olsun. Həm ləfzən, yəni zəmirdən qabaqda olsun, həm də rütbətən. Rütbətən, yəni məsələn, rütbə, failin rütbəsi nədir? Həmişə qabaqda olmaq. Məf'uldan qabaqda olmaq. Hə? Feilin rütbəsi nədir? Məsələn, deyək, mübtədanın rütbəsi nədir? Qabaqda olmaq. Hə? Yəni, həm ləfzən, həm rütbətən zəmirdən qabaqda olan. İndi deyir ki, bəzi hallarda ola bilər ki, zəmir özündən sonraya qayıtsın. Həm ləfzən, həm də rütbətən. Həm ləfzən zəmirdən sonra olsun, həm də rütbətən sonradan gələn olsun. Məsələn, Əvvəlcə zəmir özündən əvvəl qayıdır. yox, biz deyirik ki, ümumi qayda budur ki, zəmir özündən qabağa qayıdar. Hə? Zəmirin işi budur. Özündən qabağa qayıtmaq. Zəmir özündən qabağa nəyə qayıdar? Ya failə qayıdacaq, ya mübtədaya qayıdacaq. Aydındır? Bu fail də, mübtəda da həm ləfzən zəmirdən qabaq gələr, həm rütbətən. Failin rütbəsi nədir? Failin rütbəsi generaldır. Qabaqda gələr. Mübtədanın da rütbəsi həmçinin. Yəni, bunlar hamısı sədarət tələbdirlər. Düzdür? Yəni, bunların rütbələri böyükdür. Məsələn, failin rütbəsi kimdən böyükdür? Məf'uldan böyükdür. Aydındır? Məf'ul faildən qabağa keçməz, məgər istisnai hallar olması ilə. Yəni, onu demişdik biz. Məsələn, məf'ulun rütbəsi nədən böyükdür? Məsələn, məf'ulun rütbəsi məsələn, zəmirdən böyükdür. Aydındır? Amma təmizin rütbəsi, məsələn, aşağı. Təmiz hər şeydən sonra gəlir, axırda gəlir. Məsələn, haldır, rütbəsi aşağıdır. Yəni, bunlar axırda gələn şeylərdir. Yəni, məsələn, nəyinsə halını bildirir və yaxud da nəyinsə təmizini bildirir, müməyyizini. Aydındır? Bunlar rütbətən aşağı olan ləfzlərdir. Amma zəmirin işi nədir ümumi qayda olaraq? Zəmirin işi ümumi qayda olaraq odur ki, özündən qabağa qayıtsın. Özündən qabağa qayıtsın. Həmin o özündən qabağa qayıtdığı yer həm ləfzən özündən qabaq olsun, həm də rütbətən. Aydın? İndi burada deyir ki, zəkərə bəzul mühəqqiqin, bəzi mühəqqiqlər zikr eləyiblər, o da zəmir ələl mütəəxxir. Zəmirin qayıtmasını özündən sonraya. Ləfzən və rütbətən. Həm ləfzən özündən sonraya qayıdır, həm də rütbətən. Həm rütbədə balacaya qayıdır, həm də ləfzdə də özündən sonradır. Zəmir-i şən necə qayıdırdı özündən sonra? Burada. Hə. Başa düşdün onu? Deyir ki, zəkərə bəzul mühəqqiqin o da zəmir ələl mütəəxxir ləfzən və rütbətən. Bəzi mühəqqiqlər, yəni nəf alimləri gəliblər, deyiblər ki, zəmir özündən sonraya qayıdar, ləfzən və rütbətən. Hə? Özündən sonraki, həm ləfzən özündən sonra olar, həm də rütbətən özündən sonra olar. Yəni, rütbəsi də balaca olar. Fi xəmsəti məvaziə, bu 5 dənə yerdə olur. Fəqət 5 yerdə bunu ümumi qayda olaraq yadında saxlayacaqsan. Bu 5 yerdən başqa yerlərdə zəmir həmişə özündən qabağa qayıdacaq. Fəqət bu 5 yerdə zəmir özündən sonraya qayıdacaq. Birinci nədir? Bax, kənardan qulaq as. Kənardan qulaq as. Bir dənə mə'muldur, bir dənə mə'muldur, 2 dənə amil onun üstündə dava eləyir.
Bir dənə məmulun 2 dənə amili var. Məsələn, 2 dənə amil, 2 dənə feil gəlib, biri özünə fail istəyir, biri özünə məf'ul istəyir. Biri özünə fail istəyir, biri özünə məf'ul istəyir. Bu 2 feildən sonra da bir dənə mə'mul gəlib. Biz ona görə də ikinci feilə verəcəyik əməli. Qoy o məmulun üstündə ikinci feil əməl eləsin. Bəs birinci feilin məmulu nə olacaq? Birinci feilə də bir dənə zəmir verəcək ki, o məmula qayıtsın. Yazıram. Erməni budaq cümləsi oldu, hə? Elə bil ki, deyirsən ki, Əkrəməni Əkrəmtu Əkrəməni feil məf'ul. Özü üçün nə istəyir? Fail. Əkrəmtu feil fail. Özü üçün nə istəyir? Ez-zeydəyni. Əkrəmtu ez-zeydəyni. 2 dənə amil var, ikisi də feildir də. Feildirlərsə ikisi də hər ikisi amildir. Amma bir dənə məmul var. Yəni bu 2 amil, ikisi də bir məmulun üstündə davadır. Bunu özü üçün fail istəyir. Bu amili isə bunu özü üçün nə istəyir? Məf'ul istəyir. İndi buna hansına verək? Hansına versək, onda biri qalır onsuz. Deyir ki, qayda budur ki, məmulu verəcək ikinci amilə. Çünki bu ona yaxındır. Deyəcək ki, Əkrəmtu feil fail əz-zeydəyni onun məf'ulu. Yaxın olduğuna görə ona verəcək. Hə də, yəni qayda budur da. İkinci əməl eləyəcək bu məmulda. Axı bu məmul həm də bunun məmuludur. Hə? Bəs onda bu nə oldu? Deyəcək ki, bunu zəmirin verəcək buna. Elə bil ki, deyəcək ki, Əkrəmani. Elə bil belə deyəcək. Əkrəmani zəmiri təsniyə verdik. Əkrəmani, Əkrəmtu əz-zeydəyn. Onlar hər ikisi mənə ikram etdilər, hörmət etdilər. Mən də hörmət etdim onların ikisinə. Zeydin ikisinə. İndi bu əlif-i təsniyənin mərcəyi hara oldu? Özündən sorayım. Gördün? Yəni zəmir təsniyə hara qayıtmalıdır? Özündən qabağa. Hə? Deyir ki, əgər 2 dənə amil bir dənə məmulun üstündə davası düşərsə, əməli verəcək ikinci amilə. Amma bu məmulun zəmirin verəcək birinci amilə. Bu zəmir hara qayıdacaq? Həm ləfzən, həm rütbətən özündən balaca. Zeydən məf'uldur da. Hə? Məf'ul Əkrəmtudur. Hə? Məf'ula qayıtdı. Failli zəmiri məf'ula qayıtdı. Failli zəmiri məf'ula qayıdar bəyə. Bu istisnai haldır. Yəni bunları yadında saxla. Əgər 2 dənə amil rəf zəmiri, mərfu zəmir mənsuba qayıtdı. Təsəvvür edirsən bu nə deməkdir? Ləfzən və rütbətən mənsub failli zəmirindən nədir? Kiçikdir. Aydındır? Bu mərfu zəmir qayıtdı mənsubun üstünə. Bunlar usta tez-tez işlənən bir şeydir. Yox. Bu olur da, yəni gəlir. Qaydanı yadında saxla. O atalar misalı var, deyir ki, qapın nə qədər dəmirdən olsa bir dəfə taxta qapıya möhtac olursan, ha. O məsələdir də, bu mərfunun hökmü nə qədər yüksək olsa da, yəni belə bir halətdə mənsuba möhtac olur. Yəni özündən sonraya qayıdır. Aydındır? Zəmiri təsniyə qayıtmalıdır özündən qabağa. İndi zəmiri təsniyə özündən qabağa qayıda bilmir burada. Niyə görə? Çünki burada 2 dənə amil var.
Bəli. Bu məmulu, bu ikinci amil məmulu götürüb öz öhdəsinə. Amma bu söhbət bu məmuldan gedir axı. Bu məmuldan gedirsə, onda birinci məmula bunun zəmirini verəcək. Aydındır? Həmin o zəmir də qayıdacaq özündən sonra. Bir bu. Deyir ki, zəkərə bə'dul muhəqqiqin, bəzi mühəqqiqlər zikr eləyiblər ki, o da zəmir ələl mütəəxxir ləfzən və rütbətən fi xəmsəti məvadi. Deyir ki, zəmir qaydar özündən sonraya ləfzən və rütbətən 5 məvazidə, 5 yerdə, 5 moriddə ləfzən və rütbətən zəmir özündən sonraya qaydar. Aydındır? Birincisi, İza kâne merfu'en bi evvelil mütenazi'eyn. Deyir ki, zamanı ki ola zəmir merfu, kâne merfu'en, yəni kânenin içərisində huvə zəmirə qayıdır. Kâne huvə merfu'en, yəni kâne zəmir merfu'en, zəmir merfu olsun. Bi evvelil mütenazi'eyn, 2 dənə mütenazi bir-biri ilə dava eləyən amilin birincisində. Zəmiri faillik ola, mərfu zəmir ola və əməlnə sani, amma ikinciyə əməl veririk, ikincidə əməl eləyirik. Aydındır? O zaman zəmir hara qayıdacaq? Özündən sonraya ləfzən və rütbətən. Məsələn, deyir ki, nəhvu əkrəmani və əkrəmtu əz-zeydeyn. Aydındır? Burada dediyimiz kimi. Bu bir mövzu. Bu bir moridi. İkinci morid nədir? Əv failən fi babi ni'mə müfəssərən bitəmyiz. Ya da ki, ni'mə babında failli zəmiri ki, onu təfsir eləyir təmyiz. Məsələn, ni'mər rəculə. Hə? Məsələn, nəhvu ni'mər rəculən zeydun. Məsələn, yazaq bura. Ni'mə rəculən zeydun. Zeydun. Ni'mə rəculən zeydun. Ni'mə fiil mədhidir. Hə? Bunun içində bir də huvə var da. Bu elə bir ki, əslində belədir. Ni'mə huvə rəculən zeydun. Zeydun. Ni'mə əf'al-ı məd. Hə? Rəculən təmyizdir, təmyizdür. Təmyiz həm ləfsən, həm rütbətən. Sonradır. Hə? Huvəni təfsir elədi. Ni'mənin içindəki huvəni. Huvə hara qayıdır? Həmin o rəculun. Özündən sonra qayıdır. Deyir ki, ni'mənin faili olarsa, huvə ni'mənin faili, zəmir ni'mənin faili olarsa, qayıdacaq özündən sonraya ləfsən və rütbətən. Təmyizin həm ləfsən təmyiz kəlmədə sonra gəlir, həm də rütbətən. Aydındır? Bu 2. Av mübəddələn minhu zahirun, ya da ki, zəmirdən bir dənə ismi zahir bədəl gələ. Zəmirdən bir dənə ismi zahir bədəl gələ. Yəni, zəmirin bədəli bir dənə ismi zahir gələr. Bədəl həmişə ləfzən sonra gəlir də. Hə? Mübəddəlun minhdən, mübəddəlun ənhdən sonra gəlir də bədəl. Düzdür? Məsələn, zərəbtuhu zeydən. Yazaq. Deyirik ki, zərəbtuhu. Zərəbtuhu. Zərəbtuhu nədir? Feil, fail, məf'ul. Hə? Vurdum onu. Kimi? Zeydən. Zeydən də bədəl getiririk. Aydındır? Hu hara qayıtdı? Zeydə. Amma hu'nun işi neydi? Özünün qabağa qayıtmaq. Bu Zeydən bu hu'dan bədəl gəldiyinə görə, Zeydən niyə oxuduq mənsub? Çünki bu məf'ulda axı bədəl təvabidəndir. Hə, ona görə. Çün Zeydən hu'dan bədəl gəldi. Bu bədəlin işi ləfzən və rütbətən sonradır.
Düzdür? Hu da qayıdacaq ona, Zeydənə. Aydındır? Bəli. Bu üçüncü yer. Birinci yer, əgər iki amilin bir məmulun üstündə mütənaziyəsi olarsa. Zəmir rütbətən və ləfsən özündən sonraya qayıdacaq. İkincisi, nemə babında zəmir, failli zəmiri olarsa təmizlə təfsir olunacaq. Üçüncüsü, zəmirdən bir dənə ismi zahir bədəl gələrsə. Oldu 3. Dördüncü nədir? Əv məcrurən birubbə əla zəfin, ya da cərrilənə, zəmir cərrilənə rubbənin vasitəsilə, bu amma zəif qoldur. Əla zəfin, yəni zəif qoldur. Rubbəhu, rubbəhu, car məzrurdur da. Deyirsən ki, nəhvu rubbəhu rəculən. Rubbəhu rəculən. Nə azdır o, nə o? Rəculən kişi. Rəculən təmizdir də. Qayıdır yenə də hu, hara qayıtdı? Özündən sonraya. Aydındır rütbətən və ləfsən. Məcrur ola. Deyir, bu zəifdir, biraz zəifdir. Oldu 4. Beşincisi, əvkanə lişşən əvil qissə kəma mərrə. Ya da zəmir, zəmir şən, ya da zəmir qissə ola ki, necə ki, keçdi qabaqda. Özündən sonraya qayıdacaq. Bu 5 yerdən başqa hər yerdə zəmir öz qabağına qayıdacaq, əvvələ qayıdacaq. Aydındır? Mütəqəddimə qayıdacaq. Amma bunların hamısı 5 yerdə zəmir özündən sonraya qayıdacaq. Aydındır ləfsən və rütbətən. Bu zəmir məsələsi ilə qutardıq burada. Və minha. Minhanın hası qayıdır məbniyyata. Keçim ya bəsdir? Və minha, bu asandır, qoy biraz keçək. Keçək ya bəsdir? Və minha, yəni o məbniyyatdan, ikincisi nədir? Əsmaul işarə. İsmi işarələr. Məbniyyatdan, ikincisi ismi işarədir. Və hiyə ma vudiə lil muşari iləyhil məhsus. İsmi işarə niyə deyərlər? O şeydir ki, yəni ismi işarə o şeydir ki, vəz olunub lil muşari iləyhil məhsus. Hiss olunan muşarun iləyhə. Yəni işarə olunmuş, hiss olunan şeylərə. Məsələn, bax, mən bunu hiss eləyirəm. İndi burada bir dənə sual çıxır qarşıya. Bu deyir, hiss olunan işarə olunan şeylərə. Bizim həvasımız neçə dənədir? Məntiqdə keçmişik. 5 dənə. 5 dənə. Həvası zahirimiz 5 dənədir. Sammə və samiyə, basirə, zaiqə, sonra demək, şammə, bir dənə iyi bilmə, dad bilməz, lamisə. Bir dənə lamisə. Toxunma. Bu hansı müşarun ilək məhsusdan danışır? O müşarun ilək ki, müşahidədir. Yəni basirə, göz vasitəsilə hiss olunur. Müşarun ilək ona deyərlər. Müşarun iləyhil müşahidə. Yəni göz vasitəsilə hiss olunan müşarun iləkdən söhbət gedir. Aydındır? Fəlil müfrədil müzəkkər deyir ki, ismi işarə müfrəd-i müzəkkər üçün zadır. İsmi işarə zadır. Məsələn, bu. Vəl müsənnahu zani mərfuəl məhəl. Deyir ki, onun müsənnası, yəni müfrəd-i müzəkkərin müsənnası zanidir, mərfuəl məhəl. Deyir ki, məhəllən mərfudur. Aydındır? Zainləri olan ki. Zani, yəni 2. 2-yə işarədir. Məsələn, 2 kitab. Və yaxud da 2 kişi. Müfrəd-i müzəkkərə deyilsən za. Yəni bu kişi. Zani, yəni 2 kişi. Aydındır? Deyir ki, mərfuəl məhəll. Deyir ki, ismi işarə məhəllən mərfudur. Niyə görə məhəllən mərfu deyir? Çünki bunlar məbniyyata aiddir. Məbniyyat. Za mərfudur, amma məhəllən mərfudur. Zani, mərfudur, amma məhəllən mərfudur. Məbniyyatdandır da, yəni görünmür.
və zəyni mənsubihi. Zəyni isə məhəllən mənsubdur. Zəyni. Zani məhəllən mərfuya işarədir. Təsniyənin məhəlli mərfusuna işarədir. Zəyni isə məhəllən mənsubuna işarədir. Və məcruri və məcruruna işarədir. Məsələn, demək istəyirsən ki, mərartu bizəyni və yaxud da məsələn deyəcəksən ki, rəəytu zəyni. Aydındır? Biri mənsuba işarə, biri məcrura işarə. Və innə hazani ləsahirani mütəəvvəlun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bəsdir.